Herkese salam. Bugün test izah videosu ilə qarşınızdayım. Bugünkü test izahımızın mövzusu dinamika, bir də dinamik işarələr olacaqdır ki, mən bu dərsi nəzəriyyə dərsində keçmişəm. Əgər siz də mənim nəzəriyyə dərslərimdən faydalanmaq, testlərimdən faydalanmaq istəyirsinizsə, kanalıma abunə olmağı və videonu bəyənməyi unutmayın. Bir də onu nəzərdə saxlayın ki, izah elədiyim bütün testlərə uyğun dərs izahları, yəni musiqi nəzəriyyəsi izahları kanalımda paylaşırıq. Kanalıma daxil olub yararlana bilərsiniz. Başlayaq dərsə, test izahımıza daha doğrusu. Birinci sualla başlayaq. Dinamika və dinamik işarələrə aid testlərdə 15 test işləyəcək. Başlayaq. Birinci sualda nə deyir? Musiqidə dinamika nəyi bildirir? Biz dinamikanı keçəndə demişdik ki, səsin xarakterini bildirir. Xarakter deyəndə səsin nə qədər yüksək, nə qədər az olduğunu bildirir. Uyğun cavab D variantıdır. Yəni səsin yüksəkliyini və ya zəifliyini ki, bunu göstərən müxtəlif dinamik işarələr vardır. Həm dinamikaya, həm də dinamik işarələrə aid dərsdir bu. Dəqiqə mən bunu düzəldim. Aha. İkinci tapşırıq. P işarəsi verib bizə. Deyir ki, nə deməkdir? P işarəsi ümumiyyətlə pianodur. Xəfif yavaş deməkdir. Piano işarəsi P pianodur. Xəfif yavaş deməkdir. Yəni ki, zəif çalmaq. Çalmaq mənasında zəif. C variantı burada bizə uyğun gəlir C variantı. 3-də F işarəsini soruşur. F işarəsi ayrılıqda forte işarəsidir. Güclü, qüvvətli deməkdir. Necə oxunur? Forte. Cavab C variantıdır. Dördüncü sualda M, P işarəsi hansı dinamikanı bildirir? MP deyəndə ki, mezzo piano deməkdir. Elə bildim orada nə olduğunu soruşur. Ona görə hərfi ilə dedim sizə. Mezzo piano orta zəif deməkdir. Deməli, B variantı zaten orta zəif verib bizə. 5. MF. MF-dəki mezzo forte deməkdir. Bu da orta güclüdür. MP orta zəif idi. MP deyəndə mezzo piano. Başa düşməniz üçün deyirəm. Mezzo piano orta zəif idi. Mezzo forte isə orta güclü deməkdir. Ümumiyyətlə, forte güclünü bildirir, piano zəifi bildirir. Nəysə, deməli burada cavabımız nə variantı oldu 5-ci tapşırıqda? A variantı. Orta güclü. 6-cı tapşırıq. F işarəsi. F nə idi? Fortissimo. Daha güclü. Halbuki fortedən daha güclü. Daha güclü. Burada uyğun cavab çox güclüdür, yəni B variantı. Çünki biri var son dərəcədə güclüdür. Bura çox güclü uyğun gəlir. 7-ci tapşırıqda bizdən PP pianissimo deməkdir. Necə oxunur? Pianissimo A variantı. Çox asan suallardır. 8-ci tapşırıq. Crescendo işarəsi nəyi bildirir? Crescendo işarəsi gücləndiyini bildirir, daha artdığını bildirir. Cavabımız olacaq B variantı. 9. Diminuendo deyir nə deməkdir? Crescendo, decrescendo və diminuendo, yəni və eyni adı bildirir onsuz da. Bu da ki B variantı olacaq cavab. Zəifləmək. Yəni ki, crescendo 2 dənədir. Bu işarələr var. Baxın belə işarə. Crescendo'nun olduğu yerə belə yazırlar. Bu diminuendo olduğu yerə, yəni azalır da, səsin gücünü azaldır. Belə. İşarə belədir. Halbuki böyüklük kiçikdir, belə də yadda saxlaya bilərsiniz. Crescendo səsin gücünü artırır, diminuendo isə səsin gücünü azaldır. Yəni zəiflədir də. B variantı doğru cavabdır. Tapşırıq 10-da bizdən nə soruşur? Sfz və sforzando nəyi bildirir? Sforzando həm belə sfz, həm də ki cf, yəni f kimi yazılır da. Bunlar qəribə işarələrə aid edilir. Bir qəfil vurğu deməkdir, birdən vurğu deməkdir. Siz düşünün ki, mezzo fortedə çalırsınız, orta güclü, birdən-birə vurğu gəlir. Görün, əsərin necə də qəribələşər. A variantı, amma maraqlı işarələrdir. 11. PF işarəsi nəyi bildirir? PF işarəsi P nədir? P. F, daha doğrusu F nədir? F güclüdür də, güclü. Güclü. Bəs P nədir? P'dəki zəif.
Ümid edirəm oxuya bilirsiniz. Yəni şifahi deyirəm ona görə. Yazanda biraz pis düşür. Yəni ki, baxın bura qarışdıra bilər əslində ağlınızı. A variantında deyir ki, əvvəl zəif, sonra güclü. B-də deyir ki, əvvəl güclü, sonra zəif. Bu C ilə D-ni ataq, onsa bunlar səhvdir. Yadınızda saxlayın ki, P-dən siz F-dən sarı istifadə edirsiniz. F nə idi? F-də forte var, fortissimo, forte fortissimo, forte güclü, qüvvətli, fortissimo daha güclü, forte fortissimo son dərəcədə güclü. P-də isə nə var idi? Piano, sonra piano xəfif yavaş deməkdir, pianissimo çox yavaş, piano pianissimo son dərəcədə yavaş olma işarələrini bildirirdi. Amma P ilə F-in birləşmə, yəni burada FP deyir də, F ilə P-nin birləşməsindən əmələ gələn işarə. Siz düşünün ki, F nədir ümumiyyətlə? F güclüləri bildirir, qüvvətliləri bildirir. Amma P-də daha çox zəifləri bildirir, yavaşları bildirir. Buna görə də onların birləşməsindən ortaq bir xüsusiyyət əmələ gələcək. Birinci bizə F-i verib. F nə idi? F güclü idi. Əvvəlcə güclü, sonra zəif. Cavabımız olacaq B bəndi, bu variantı. 12. Dinamika işarələri musiqidə nəyə təsir edir? Əslində dinamika işarələri səsə təsir edir. Birbaşa səsin qüvvətinə, gücünə, daha doğrusu burada variantların arasından ifadəliyinə A variantı doğru cavabımız olacaq. Baxaq 13-cü tapşırığa. Bizdən nə soruşur? Deyir ki, forte və piano arasında olan dinamika hansıdır? Mezzo forte deməli, forte və F, yəni pianoda P. Bunların arasında olan dinamika mezzo fortedir, orta güclüdür. Deməli 13-də cavabımız nədir? Mezzo forte MF kimi yazılır da C variantı burada doğru cavabdır. 14. Dinamik dəyişikliklər hansı alətlərdə daha çox istifadə olunur? Ən çox pianoda istifadə olunur, B variantında mövcuddur. Bilirsiniz ki, pianoda istifadə olunur. Baxmayın da, piano var. Görürsünüz ki, bunların heç birində piano yoxdur da. Bunların heç birində piano yoxdur. Deməli, cavab elə B variantıdır. Skripkada da təbii ki, istifadə olunur. Nağraya baxın. Nağra zərbə alətlərinə daxildir. Davul da. Səhv eləmirəmsə, davul da zərbə alətlərinə daxildir. Yəni ki, piano... Mən də musiqi nəzəriyyəsini piano üzərindən keçirəm. Dinamikanı görürüz ki, mən piano üzərindən başa saldım. Vacib deyil, sizin piyanonuz olsun. Pianoya videodan baxanda belə yadınızda qalır. Yükləyən proqram, piano proqramı, prefekt piano falan bir sürü proqram var pianoya aid. Hətta piano üçün müxtəlif proqramlar var ki, onu sizə tövsiyə edə bilərəm. Oradan belə öyrənə bilərsiniz. Əsas odur ki, hər hansı bir alət öyrənin. Bir də musiqiyə başlayanlar üçün, əgər ətrafınızda da başlayanlar varsa, onlara siz də tövsiyə etməlisiniz ki, pianodan başlasınlar. Çünki musiqi nəzəriyyəsini öyrənirsinizsə, sizə ən kömək edəcək alət piano olacaq. Cavabımız oldu B variantı. Sonuncu tapşırıq, 15-ci tapşırıq. Dinamika işarələrinin məqsədi nədir? Qısa və konkret deyilən B variantı musiqini ifadəli, emosional etmək səsə, birbaşa səsə təsir edir. Səsdəki musiqidə yəni. Cavabımız oldu B variantı. Bugünkü dərsimiz bitdi. Əgər dərsi və test izahını bəyəndinizsə, onda kanalıma abunə olmağı, videoya like atmağı və bildirişləri açıq saxlamağı unutmayın. Bir də sizdən kiçik bir xahişim var. Siz mənim musiqi kanalımı bəyənirsinizsə, onda ətrafınızdakı dostlarınızla, musiqi sevərlərlə mənim kanalımı paylaşın ki, həm kanalımızın aktivliyi, izlənməsi daha çox çoxalsın, həm də daha çox insanın musiqi öyrənməsinə kömək etmiş olasınız. Bugünkü test izahımız bu qədər. Ümid edirəm testi və dərsi bəyəndiniz. Sağ olun.